Zəkat kimə düşürsə, o fəqirə, miskinə 8 yerə verilə bilər, 8 yerə. İndi o 8 yeri mən əsası fəqirlər, miskinlərdir. Məsələn, niyə görə o bilər saymıram? Eləsi var, məsələn, kafirə verə bilər, tutaq ki, müharibədə bizə kömək edir. Erməni ilə müharibədə. Misal da, indi onlar lazım deyil. Bizə lazımdır fəqirlər, miskinlər. Miskin nədir? Miskin evi yox, heç nə yox, küçədə yaşayır. O miskin. Amma bu bir dənə sözdür. Elə küçədə yaşayan var, çaxırından da əl çəkmir. Ay, eləncə yox. Elədir, bu miskin, bu fəqir də olmaz. Bu adam Allah adamı olmalıdır. Nəsiyyətkar olmamalıdır. Nəsiyyətkar yəni günah əhli. İçki içir, qumar oynayır, nə bilim, zina edir. Namaz qılır, bir şey eləmir, Allah'ı tanımır. Ne olsun, elə yalançıda müsəlmandır. Yaxşı olar müsəlman, namaz qılan olsun. Fəqir də o adamdır ki, bir ilin ruzisi əvvəlcədən yoxdur. Əvvəlcədən bir ilin ruzisi yoxdur bunun. Ona fəqir deyirlər. Amma hər ay maaş alırsa, o da fəqir sayılır. Düzdür, yığılmır da, məsələn, gücünə çatdırır. O adam da fəqir sayılır. İndi fəqir tapmaq çox çətindir. Bizdə məsciddə hər il, məsələn, yığılıb kiməsə veririk, oradan da müəyyən adamlara. Məsələn, Amid Əfəndiyə veririk məsciddə, o da lazım olan adamlara çatdırır. Allah hamımızdan razı olsun, Allah bayramımızı mübarək eləsin, canımızı salamat eləsin. Allah təbarəkə və teala işsizlərə iş qismət eləsin, ruzi qismət eləsin, xəstələrimizə şəfa nəsib eləsin. Əskərlərimiz var orada, Allah Teala onları sağ salamat yuvasına, evinə qayıtma nəsib eləsin, toy qismət eləsin, şəhidlərimizi rəhmət eləsin, İslam şəhidlərimizi rəhmət eləsin, zalimləri İslam dünyasından bərtərəf eləsin. Allah Teala kimin məniyyəti, arzusu var, onu müstəcəb eləsin, uşağı olmayanlara uşaq qismət eləsin, subaylarımıza toy qismət eləsin. Allah qəbul eləsin.